Salam, hər vaxtınız xeyir olsun. Kanalıma xoş gəldiniz. Bugün sobada qaymaqlı, pendirli toyuq hazırlayacağım. Mən bişirmək üçün toyuğun döş ətindən istifadə etdim. Əti nazik, kub şəklində doğrayırıq. Ətin üzərinə 2 ədəd kub şəklində doğradığım kartofu, 1 stəkan 10% qaymaq, duz, qırmızı şirin toz biber əlavə edib qarışdırıb biraz gözlədirik. Əti bişirmə qabına əlavə edib sobada 160 dərəcədə bişiririk. Ətimiz pişdi. Üzərinə rəndələnmiş pendir əlavə edib təkrar sobaya yerləşdiririk. Pendir əriyəndə götürürük. Yeməyimiz pişdi, hazırdır. Dəyərli vaxtınızı ayırıb kanalımı izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Çox sağ olun, sağlam olun, Allah'a əmanət olun.